Hamiləliyə və doğuma görə müavinət almaq hüququ hansı şəxslərə şamil edilir və hansı qaydada hesablanır? Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən az 6 ay sosial sığorta stajı olan sığorta olunanlara şamil edilir. Müavinətin aylıq məbləği əmək pensiyaları haqqında Azərbaycan Respublikası qanununun 6-1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz. Müavinətin ümumi məbləği bir təqvim gününə düşən orta qazancın məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin sayına vurulması yolu ilə hesablanır və 100% miqdarında ödənilir. Hamiləliyə və doğuma görə müavinət 1 may 2026-cı il tarixindən etibarən müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sığortaçı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.